Salam dəyərli izləyicilər. Novruz bayramına sayılı günlər qalıb. Bu gün bayrama özəl qatları vərəq-vərəq, üzəri kövrək, içərisi yumşaq, çox ləzzətli qoz çörəyini, yəni Quba şəkərburasının hazırlama qaydasını bölüşürük. Əvvəlcə yoğurma qabına 600 qram, yəni 200 ml stəkanla 4 dolu stəkan, üstəgə 5-ci stəkanında 3/2 qədər ələmiş unu əlavə edib orta hissəsində çuxur açırıq. Kənarlardan yarım çay qaşığı duz səpib, orta hissəyə 1 çay qaşığı şəkər tozu, 7 qram yaş mayanı ovub əlavə edirik və götürdüyümüz 160 ml, yəni 200 ml stəkandan stəkanın başı bir azcıq əskik. Süddən biraz əlavə edib qatdıqdan sonra bura 2 ədəd yumurta sarısı, 1 bütöv yumurta, 1 xörək qaşığı sirkə, 90 qram, yəni 2 xörək qaşığı xama, 100 qram xam əridilmiş kərə yağı əlavə edirik. Biraz qatırıq, daha sonra yerdə qalan südü də az-az ehtiyatla əlavə edib badambirə üçün yoğurduğumuz xəmir kimi nisbətən yumşaq bir xəmir yoğururuq. Ola bilər ki, unun markasından, nəmliyindən, yumurtanın böyüklüyündən, kiçikliyindən və yağın yağlılıq faizindən, yəni tərkibində olan ayranın miqdarından asılı olaraq süd biraz daha çox və yaxud da az tələb oluna bilər. Südü əlavə eləyin. Əgər görsəniz ki, azdır, xəmir bərk alınıb, o zaman 1-2 xörək qaşığı su da əlavə eləyə bilərsiniz və yaxud da götürdüyünüz südü yarı su, yarı süd də götürə bilərsiniz. Belə bir xəmir alınır, xəmirin üzərini örtüb mayalanmağa qoyuruq. Ardınca içliyi hazırlayırıq. Adından da göründüyü kimi burada qozdan istifadə olunur. Əvvəlcə qozu azacıq tavada qovururuq, daha sonra onu bada maşınından keçirdib üyüdürük. Mən bayaq xəmirdə deməyi unutdum. Əgər siz quru maya götürəcəksinizsə, 1 silə çay qaşığı götürün. Yəni ki, çay qaşığı ilə mayanı götürürsüz və bir bıçaqla qaşığın üzərini silirsiniz. Tökülən tökülür, yerdə qalan olur 1 silə çay qaşığı. Ardınca üyütdüyümüz qoza 350 qram şəkər tozu əlavə edib qatırıq. Daha sonra 180 qram kərə yağını durulana qədər əridirik. Ardınca mayalanmış xəmirə silindr forması verib onu 6 bərabər hissəyə bölüb kündələyirik. Qoz çörəyini 3 qat 3 qat 2 dəfəyə, yəni əvvəl 3 gündə ilə, daha sonra isə digər 3 gündə ilə edəcəyik. Bu arada dəyərli izləyicilər, zəhmətimizi qiymətləndirmək üçün 1 saniyənizi ayırıb bu videonu like etməyi, yəni bəyənməyi unutmayın. Sona qədər izləyin, həm bizə dəstək olun, həm də özünüz üçün bir şirniyyatın düzgün sınanmış, etibarlı, əla reseptini və bütün incəlikləri ilə düzgün hazırlama qaydasını öyrənin. Kündələrdən 5-ni götürürük, üzərini örtüb qoyuruq bir kənara və bir kündəni oxlu onunla nazik açırıq. Yazın görək bu il kimlər Novruz şirniyyatlarını bizim reseptlərlə hazırlamağı planlayıblar və yaxud da artıq hazırlayıblar. Şərhlərinizi gözləyəcəyik. Kanalımızda bütün Novruz şirniyyatlarının ən əla reseptləri var. Hətta unudulmuş qədim Novruz şirniyyatı reseptlərimiz də var. İzləyin, siz də ailəniz üçün, uşaqlarınız üçün hazırlayın. Müxtəlif cürə şəkərbura reseptləri, hətta mayasız şəkərbura da eləmişik. Paxlava reseptləri. Yuxanı yaydıqdan sonra hardakı düzəldəcəyi o səthi bitki yağı ilə yağlayıb yuxanı səririk və biraz da əlimizlə dartıb onu genişləndiririk. Daha sonra bu yaydığımız yuxanın üzərinə 2-3 xörək qaşığı tortası dibinə çöküb durulana qədər əridilmiş kərə yağı əlavə edib yağı fırça ilə yuxanın üzərinə hər tərəfə bərabər miqdarda çəkirik. Və ardınca ikinci yuxanı da eyni qaydada nazik açırıq. Və onu da birinci yuxanın üzərinə yerləşdirib kənarlardan dartaraq onun ölçüsünə çatdırırıq. Və bunun da üzərinə eyni qaydada 2-3 xörək qaşığı əridilmiş kərə yağı əlavə edib yağı fırça ilə yuxanın üzərinə hər tərəfə bərabər miqdarda çəkirik. Demək olar ki, hər qata eyni miqdarda 2-3 xörək qaşığı ərinmiş kərə yağı çəkirik. Üçüncü yuxanı da yerləşdirdik və sonuncu yuxanı da üzərini eyni qaydada ərinmiş kərə yağı ilə yağlayırıq. Bu qaydada 3 kündəni 1, yəni 3 yuxanı 1, digər 3 yuxanı isə 1 edirik. Bu qaydada hazırladıkdan sonra onu 3 barmaq enində lentlər şəklində kəsirik. Daha sonra bu kəsdiyimiz lentləri əlimizlə birazcıq darta-darta rulet şəklində bükürük. Çox az dartırıq, çox yox. Dartıb biraz uzadırıq. Bu şəkildə büküb yığırıq. Biraz fikir verirsinizsə, biraz arada dartaraq rulet şəklində bükürük. Şəkərburaların ölçüsünün eyni olması üçün arada ehtiyac varsa ruletlərdən biraz kəsib balaca olan şəkərburalara yerləşdiririk. Bu qaydada sonuncu ruleti də bükürük.
Bunları hazırladıktan sonra üzərini örtüb hələlik qoyuruq soyuducuya və digər hissəni də eyni qaydada eləyirik. Bir-biri yerləşdiririk, üzərini yağlayıb üst-üstə yığırıq. Biz hamısını hazırlayıb daha sonra bişirəcəyik. Ona görə də hamısını eləyirik. Üçüncü yuxanı da yerləşdiririk. Sonuncu yuxanı da üzərini yağlayıb eyni qaydada lent-lent kəsib bu lentləri rulet şəklində büküb yığırıq. Bir daha təkrarlayıram. Bütün şəkər buraların eyni ölçüdə olmasını istəyirsinizsə, fikir verin, gözə yarı ölçüsünə baxın. Əgər ehtiyac varsa, tərəzidə də çəkə bilərsiniz. Əgər hansı rulet biraz böyük olsa, ondan kəsib digər balaca ruletlərə calaya bilərsiniz. Bu qaydada hazırlayıb yığırıq. İkinci hissəni də hazırladıkdan sonra onu qoyuruq soyuducuya və ilk hazırladığımız hissəni soyuducudan çıxarırıq. Bir-bir ruletlərin hər iki tərəfindən əlimizlə bu şəkildə basıb onları yastıladıb yığırıq. Hamısını bu şəkildə hazırladıkdan sonra onları bir-bir açıb üst-üstə yığırıq. Quba şəkərburası Bakı şəkərburasından bir qədər iri olur. Hamısını etdikdən sonra açıb üst-üstə yığdığımız kündələri tərs çevirib ilk açdığımız kündə ilə işə başlayırıq. Bir-bir şəkərburaları içləyib büküb yığırıq. Hər şəkərburanın içərisinə bir xörək qaşığı yarım içik qoyuruq. İçiyi qoyduqdan sonra səlgiyə salırıq və kənarlarını birləşdiririk. Fikir verirsinizsə, əvvəlcə bir ucundan birləşdiririk kənarlarını, daha sonra digər əlimizə verib o biri əlimizlə digər tərəfini birləşdiririk və kənarını bükürük. Mən videonu tezləşdirmədim ki, kim öyrənmək istəyirsə daha aydın öyrənə bilsin, daha aydın olsun sizin üçün. Baxın, hər iki barmağımızla sıxırıq kənarlarını və qatlayırıq, sıxıb qatlayırıq. Bu şəkildə çox gözəl bir naxışvari bir büküş alınır. Eyni Bakı şəkərburasında olduğu kimi. Şəkərburaları bükdükdən sonra tərs çevirib qoyuruq ki, üzəri qurumasın naxış vurana qədər. Mən ikinci şəkərburanın da içlərini bükülməsini göstərmək istəyirəm sizə. Baxın, əvvəlcə bir kənarını birləşdirik, daha sonra digərini və kənarını büküb yığırıq. Bir hissəsini hazırladıkdan sonra bir-bir onları naxışlayırıq. Mən bu dəfə istəyirəm cınağı naxışının vurulma qaydasını sizə göstərim. Cınağı naxışı 3 cür olur. Uzununa, eninə və köndələninə. Bu uzununa cınağı naxışıdır. Əksər xanımlar demək olar ki, bunu bilirlər. Həm də kanalımızın ilk izləyicilərinə də bəllidir ki, ilk dəfə Novruz şirniyyatlarının hazırlama qaydasını YouTube'da biz paylaşmışıq sizinlə. O vaxt ki, hələ belə bir videolar yox idi YouTube'da, ümumiyyətlə internetdə. O vaxt bu videoları biz sizinlə paylaşmışıq, biz qoymuşuq YouTube'a. Özdəki master class əla, hər incəliyi ilə A-dan Z-yə hazırlama qaydası ilə olan video reseptlərdir. Ona görə deyirəm ki, əksər xanımlar bunları bilirlər, artıq öyrəniblər. Mətbəxə yeni daxil olan xanımlar varsa, onlar üçün də bu videonu paylaşırıq, çünki köhnə videolarımız görünmür. Yeri gəlmişkən Quba şəkərburasında hazırlama qaydasını ilk dəfə biz sizinlə paylaşmışıq. Videoların paylaşılma tarixinə baxsanız özünüz görəcəksiniz. YouTube kanalımızda Quba şəkərburasına aid 2 video reseptimiz var artıq. YouTube alqoritmasına görə köhnə videolar görünmədiyinə görə biz mütəmadi videoları yeniləyək ki, yeni izləyən xanımlar da öyrənə bilsinlər. İndi də bayram ərəfəsidir, əsl elə yerinə düşər. Kim ki öyrənmək istəyir, əla resept axtarırsa, buyurun hazırlayın. Qoyun süfrələrinizə əminəm ki, bəyənəcəksiniz. Baxın, bu da cınağı naxışı. Çox gözəl naxışdır, əla görünür. Bu şəkildə digər şəkərburaları da naxışlayıb yığırıq. Daha sonra digər hissəni də eyni bu qaydada hazırlayırıq, naxışlayırıq.
Hamısını hazırladıktan sonra şəkər buraları sobaya verə bilərik. Badambura kimi Quba şəkər burası da qatlı olduğuna görə o nisbətən yüksək dərəcəli sobada bişməlidir ki, qatlar açılsın. Ona görə də Quba şəkər burasını da bütün qatlı şirniyyatlarda olduğu kimi, qoğalda olduğu kimi nisbətən yüksək. Məsələn, 180-200 dərəcəli sobada bişiririk. İndi sobalar müxtəlif olur. Ona görə də siz də öz sobanıza uyğun qoyun dərəcəni. Artıq sobadan çıxardıq bir hissəni. Quba şəkər burasının üzəri biraz qızarmalıdır. Gördüyünüz kimi biraz qızartmışıq. Bakı şəkər burasından fərqli olaraq bu belə olur. Baxın, əla alınıb, həmişə olduğu kimi. Üzəri biraz qızarıb. Altı da gördüyünüz kimi belə qızarıb. Əla resepti siz də hazırlayın. Mən istəyirəm kəsib də sizə göstərim. Özünüz görəsiniz ki, necə yumşaqdır. Baxın, yağ kimi kəsilir şəkər bura. İçərisi də qat-qatdır. Görürsünüz necə gözəldir. Bol içlikli, yumşaq. Siz də hazırlayın. Mən sizin hər birinizi axır çərşənbə, Novruz bayramına münasibətlə təbrik edirəm. Süfrələriniz bol ruzlu, bərəkətli olsun. Neçə belə bayramlara. Hələlik.